Goranboy rayonu. Goranboy rayonunun girişi Xanqəlimə tərəfdən. Buradan o yana da Tərtər rayonu başlayır. Goranboy rayonundan Tərtər rayonunun kəsişməsi. Buradan o yana Tərtər rayonu başlayır. O da Tərtər rayonunun Sarov kəndi. Buradan o yana Tərtər rayonu, bu Tərtər rayonu Sarov kəndi. Tərtər rayonu İncə çayı. Bu da İncə çayı. Tərtər rayonu. Tərtər rayonunun Bəyim Sarov kəndi. Tərtər rayonunun Qaradağlı kəndi. Tərtər rayonunun Qaradağlı kəndinin girişində belə bir şəhidlər bulağı var. Şəhid Aslan Malikoğlu Hüseynov. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tərtər rayonu Kənkərli kəndi. Tərtər rayonu Təzəkənd kəndi. Tərtər rayonu Bala Kənkərli kəndi. Tərtər rayonu Cəmilli kəndi. Tərtər rayonu, aşağıda da gördüğünüz Tərtər rayonunun kəndləri. Kəndlərlə gəlib, belə bir kanal var. Bu kanalla kanal boyu Suqovşana gedəcəm. Ağdərə rayonunun Suqovşan kəndinə. Yolumuz Ağdərə rayonunun Suqovşan kəndidir. Tərtər rayonu Ağdərə rayonu Suqovşan yol arası. Belə bir daşlıq yolla gəldim. Gələ baxır ki, asfalta çıxdım. Tərtər Suqovşan yolu. Yolumuz Suqovşanadır.
Buradan o yana asfaltı, amma hər yerdə ağzına tikinədir. Yolumuz davam edir. Tərtər rayonu ilə Ağdərə rayonunun Suqovuşan kəndinə gedən yol. Yolumuz davam edir. Ağdərə rayonunun Suqovuşan kəndinə doğru gedirik. Tərtər rayonundan. Arxa hissələr, gördüyünüz arxa hissələr Tərtər rayonudur. Buradan yuxarı isə Ağdərə rayonudur. Yolumuz Ağdərə rayonunun Suqovuşan kəndinədir. Yolumuz davam edir. Ağdərə rayonunun Suqovuşan kəndinə, yolumuz Suqovuşan kəndinədir. Belə bir padyon var. Oradan çıxmalıyıq. Yolumuz davam edir. Yolumuz Ağdərə rayonu Suqovuşan kəndinədir. Yolumuz davam edir. Ağdərə rayonunun Çaylı kəndi. Gördüyünüz kimi bu kənddə ermənilər tərəfindən dağılıb. Bu da Ağdərə rayonunun dağları. Yolumuz Ağdərə rayonunun Suqovuşan kəndinədir. Yolumuz davam edir Ağdərə rayonu. Ağdərə rayonunun Suqovuşan kəndinə gedirik. Demək olar ki, çatmışam. Qabaqda Suqovuşan qəsəbəsinin binaları da görsənir. Axır ki, gəlib çıxdıq Ağdərə rayonunun Suqovuşan qəsəbəsi. Ağdərə rayonu. Ağdərə rayonunun Suqovuşan qəsəbəsi. Axır ki, gəlib Suqovuşanın mərkəzini satdım. Buradan o yana Talış kəndinə gedəcəm. Ağdərə rayonunun Talış kəndinə tərəf gedəcəm. Onda getmək üçün bax, gördüyünüz qarşıdakı dağı aşmalıyam. Belə bir yüksəklik var. Onu aşmalıyam. Yolumuz davam edir. Hal-hazırda Ağdərə rayonunun Suqovuşan qəsəbəsindəyəm. Yolumda Talış, Tapqaraqoyunludur. Ağdərə rayonunun Talış kəndi, sonra da Göranboy rayonunun Tapqaraqoyunlu kəndi. Buradan o yana sərt bir podyumlar başlayacaq. Bax, gördüyünüz bu dağları aşmalıyım. Buranı bir də var, getmişəm bu yolu. Çox çətin bir perivaldır, ikinci dəfə gedirəm bu yolu. İnşallah bu dəfə qalxarıq.
Yolumuz devam edir. Ağdərə rayonunun Suqovuşan kəndindən Talış kəndinin arasında olan bir dik yoxuş. Gördüğünüz bax, bu təpələri qalxmalıyam. Ondan o yana Talış kəndidir. Sərt bir padyomdur. Padyomu ikinci dəfə də qalxıram. Bir dəfə də burada olmuşam. Bir dəfə də qalmışam. Çox çətin bir padyomdur. İnşallah qalxarıq. Yolumuz devam edir. Ağdərə rayonu. Ağdərə rayonunun Suqovuşan qəsəbəsindən Talış kəndi arasında olan bir padyom. Padyomu qalxıb Talış kəndinə gedirəm inşallah. Ağdərə rayonu. Devam edir. Gördüğünüz bu padyom hala qurtarmağa naşı yoxdur. Ağdərə rayonu Suqovuşan qəsəbəsi Talış yolu. Fervalalar qurtarmır. Çox da darıxdırıcı bir yerdir. Sərt də bir padyomdur. Yolumuz devam edir. Ağdərə rayonu Suqovuşan qəsəbəsi Talış kəndləri arasında olan bir perivar. Çox sərt bir padyomdur. Bilmirəm, ondan o yana deyəsən qurtarmalıdır perivar. Yadımdan çıxıb bir dəfə qalxmışam. Görək, qurtarır yoxsa yox. Yolumuz devam edir. Axır ki, gəlir, perivalın başına çatdıq. Buradan o yana Talış kəndinə kimi, Ağdərə rayonu Talış kəndinə kimi düz yol olmalıdır. Suqovuşandan bura padyomlarına qalxmışam. Çox çətinlik çəkdim. Sərt bir padyomdur. İkinci dəfə qalxıram. Yerdə əziyyət çəkdim. Buradan o yana düz yol olmalıdır. Ağdərə rayonu. Ağdərə rayonunun Talış kəndinə gedən yol. Suqovuşanla Talış kəndi arasında olan bir yol. Ağdərə rayonunun Talış kəndi. Gördüğünüz Ağdərə rayonunun Talış kəndi. Bu yolda Tapqaraqoyun kəndinə gedir. Goranboy rayonu Tapqaraqoyun kəndinə. Mənim yolum da inşallah Tapqaraqoyun kəndinədir. Yolumuz devam edir. Ağdərə rayonu. Gördüğünüz bu təpələrin dalında Talış kəndi yerləşir. Qabaqki təpələrin dalında isə Tapqaraqoyun yerləşir. Ermənilər həmişə bax bu yüksəkliklərdən Tapqaraqoyunu atəş altında saxlayırlar. Yolumuz Tapqaraqoyun kəndinədir. Yolumuz devam edir. Talış Tapqaraqoyun kəndi arası yol.
Yolumuz devam edir. Talış Tapqaraqoyunlu yolu. Qabaqda belə bir palyom kimi yeri var. Bunun arxasını keçəndən sonra Tapqaraqoyunlu kəndi görsənməlidir. Yolumuz devam edir. Talış Tapqaraqoyunlu yolu. Tapqaraqoyunlu kəndi bu təpələrin dalındadır. Demək olar ki, gəlib çatmışam. Bu da Tapqaraqoyunlu kəndi. Axır ki, gəlib demək olar ki, Tapqaraqoyunlu kəndinə çatmışam. Bu da Tapqaraqoyunlu kəndi. Tapqaraqoyunlu kəndindən keçən İncə çayı. İncə sahil içində belə bir meşə zolağı. Belə bir dik var. Oranı da qalxandan sonra inşallah Tapqaraqoyunlu kəndinə daxil olacaq. Yolumuz devam edir. Tapqaraqoyunlu kəndinə doğru gedirik. Orada da böyle bir palyom var. İncə sahilin içində. İnşallah buranı qalxandan sonra Tapqaraqoyunlu kəndinə girəcək. Axır ki, gəlib Göranboy rayonunun Tapqaraqoyunlu kəndinə girdik. Tapqaraqoyunlu kəndində belə bir yer var, adına Malakan deyirlər. Ondan sonra o hissədən girmişəm. Səhər-səhər Göranboydan çıxdım. Göranboylu kəndləri, sonra Tərtərin kəndləri. Oradan da çıxdım Suqovuşan yoluna, Ağdərdən Suqovuşan qəsəbəsi, sonra Talış kəndi. Bu da Tapqaraqoyunlu. Kilometrajla təxminə 70 kilometrlə biraz çox besibəs sürmüşəm. Yolumuz devam edir. Bu yan gördüyünüz Tapqaraqoyunlu kəndi. Bu yanda Qaşaltı Naftalan, Göranboy. Yolumuz Göranboy rayonundadır. Yolumuz devam edir. Gördüğünüz Qaşaltının qaşı. Qaşaltı ilə gördüğünüz Qaşaltı kəndi. Bu yanda Tapqaraqoyunlu. Qaşaltının qaşı. İnşallah bu qaşıya düşməliyik. Yolumuz da Göranboy rayonu. Naftalan şəhəri. Naftalan şəhərindəyəm. Yolumuz da devam edir Göranboy rayonuna. Göranboy rayonunun Qasımbəyli kəndi. Yolumuz devam edir.
Yolumuz davam edir. Goranboy rayonunun Qızvazılı qəsəbəsi. Yolumuz davam edir. Goranboy rayonunun Balakök kəndi. Axır ki gəlib Goranboy şəhərinə çatdıq. Birinci səfərdə 3 dənə rayon gəzdim. Yəni toplamanda kilometrajla götürəndə 100 kilometr hesaba sürürdüm.